Azərbaycan ən kasıb blogeri kimdir? Əlixan Rəcəbov. Biri gedir yolda tutur, get dostundan, sevgilisindən danış, bunu elə, onu elə, o düzgün deyil axı. Blogeri, yəni sosial eksperimentlər aparmaq, cəmiyyətə faydalı işlər görməkdir. Harun Məmmədov. Cesi. Zef. Özü. Şükür. Aygün Kazımov. Vahid Həmidli. Əlşən Teymurov. Zevsi. Ali futbol. Samir Sov. Zevs. Azərbaycan ən kasıb blogeri kimdir? Xəyanət fitni. Həqiqətən. Niyə kasıbam səncə? Kasıb deyilsən qardaşım. Kasıbam. Ayaqqabını neçəyamsan qardaşım? 25 manata. Qardaşım, kofta niyə hər gün üstündə? Bir də qamurasında ləkə var. Hər videomda əynində də yəni. Hə. Burada nə demək istəyirsən? Kasıb olmaq ayıb iş deyil ki, hamı kasıb ola bilər, hamı sıfırdan başlaya bilər. Fəxr edirəm ki, yəni Azərbaycanlıyam. Mən hər günümə də şükür edirəm. Bilirəm ki, qardaşım, indi o pulu sən öz cibindən versən. Niyə sosial şəbəkədə sənin pulun yox, sən də yəni bu insanlara dəstək olsan. 5 manat hədiyyə vermək Çox sağ istəyirəm. olun. 5 manatla nə edəcəksən? Heç gedirəm metroya. Gedim bəlkə kafedə oturdum da, çayxanada. Ən varlı blogeri kimdir videosu digər aşağıda yazılan kanalımdan girib izləyə bilərsiniz. Mənim gözüm üstə. Təşəkkür edirəm. Digər kanalıma girib mənə takib etməyi unutmayın. Çox partlayış bir şeylər gələcək o kanalda. Sağ olun.